Ayaqlarımda ağrılarım var, sinir ağrısı deyirlər, amma heç kim dərdimə çarə tapa bilmir. Əgər ayağın keyiyirsə, uyuşursa, səhərlər yuxudan duranda 2 addım atandan sonra iynə batma hiss edirsənsə, səbəbi bel fəqərəndə olan sinir sıxılmasıdır. Kalsium qəbul edirsən ki, belində fəqərən arasında qidalanmanı bərpa eləsin. Xitazan qəbul edirsən ki, fəqərən arasında nə ki duzlaşma var, iltihabi proses var, tərtəmiz təmizləsin. Xüsusən də belində yırtıq olan insanlar mütləq şəkildə xitazan qəbul etməlidir. Spirulina qəbul edirsən ki, əzələlərində, bağlarında, vətərlərində qidalanmanı bərpa eləsin ki, 2 addım gedəndən sonra o yorulma hallarını aradan qaldırasan. Və kardiseps qəbul edirsən ki, sümük iliyi iltihabını təmizləyir, sümük iliyinin keyfiyyətini yaxşılaşdırır və bax bu üçlüdən ən sürətli şəkildə nəticə almağa sənə kömək edəcək. Əgər sənin də belində ağrıların, yırtıq, protruziya, ayağında keymə varsa, elə indi bizimlə əlaqə saxla.